Hörmətli müəllif Sahibə xanımı təbrik edirəm və belə bir faydalı tədbirin təşkilində əməli olan hər kəsə minnətdarlığımı bildirirəm. Bu tədbirə dəvətə görə Xanbari xanım, sizə minnətdarlığımı bildirirəm, təşəkkür edirəm. Ümumiyyətlə, bu kimi tədbirlər faydalı olmaqla yanaşı bizə imkan verir ki, daimi olaraq şəhidlərimizin ruhunu yad edək, şəhidlərimizi xatırlayaq və bu bizim hər birimizin nəinki vətəndaşlıq borcu, hər birimizin vicdan borcudur ki, şəhid ailələrinin, şəhid analarının, şəhid xanımlarının, şəhid övladlarının yanında olaq, onlara daim diqqət və qayğı göstərək. Azərbaycan Prezidenti Cənab İlham Əliyev tərəfindən, birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə daim olaraq diqqət göstəririk. Biz şəhid ailələrlə keçirilən görüşlər zamanında davamlı olaraq bunları vurğulayırlar və bu siyasət çərçivəsində heç şübhəsiz ki, rayon icra hakimiyyətləri tərəfindən, şəhər və rayon icra hakimiyyətləri tərəfindən də şəhid ailələrinə lazımi səviyyədə diqqət və qayğı göstərilir və tədbirin baş tutduğu Sumqayıt şəhərində də heç şübhəsiz icra başçısı Məhvəz Zakirlərin rəhbərliyi ilə Sumqayıt şəhər icra hakimiyyəti tərəfindən də lazımi diqqət və qayğı göstərilir və Sumqayıt şəhər icra hakimiyyətinin nümayəndəsi olan Tərlan Məmnunların çıxışında bu barədə öz fikirlərini səsləndirəcək və çıxışımı yekunlaşdıraraq bir daha bu zəfəri, bu qələbəni bizə bəxş edən